Hi everyone! Bugünkü videoda mən sizinlə keçmiş zamanda id şəkilçisinin tələffüzü haqqında danışacağım və daha doğrusu fərqli tələffüzləri haqqında məlumat verəcəm. Dediyimiz kimi past simple-da feillər qaydalı və qaydasız formada olur. Qaydalı feillər, yəni regular verbs, id şəkilçisinin artırması ilə əmələ gəlir və bu id şəkilçisində 3 forması var tələffüzündə. Bir id kimi, id kimi, ikinci d kimi və t kimi. Gəlin birinci id tələffüzünə nəzər salaq. Əgər feillərimiz t və d samiti ilə bitərsə, bu zaman biz id kimi tələffüz edirik. Məsələn, wanted burada t ilə bitdi və tələffüzündə də keçmiş zamanda biz id kimi tələffüz edirik. Yəni wanted, id. Bizim feillərimizin sonluğu cingirtili samitlə bitərsə, məsələn, play orada cingirtilidir və orada cingirləşmə baş verir və sonluğunda bitən id şəkilçisi d kimi tələffüz olunur. Məsələn, əgər bizim sözümüz, yəni feillərimiz samiti karla bitərsə, bu zaman orada karlaşma baş verir və biz idini şəkilçinin t kimi tələffüz edirik. Məsələn, asked. Bu məlumatla qaynaqlanaraq bizim məşhur sosial media platforması haqqında, LinkedIn haqqında demək istəyirəm ki, onun tələffüzünün çoxları LinkedIn kimi tələffüz edir. Əslində amma orada k ilə bitdiyi üçün karlaşma baş verir və ona görə biz idini t kimi tələffüz edirik. Yəni olur LinkedIn. Ümid edirəm faydalı və məlumatlı video oldu sizin üçün. İzləmədə qalın. See you!